Bugün həyat yoldaşının videosu ilə ölkə gündəminə düşən Füzuli rayon icra hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın qızı 20 yaşında tələbə olarkən dekan müavini təyin edilibmiş. Qafqaz İnfonun məlumatına görə o 2023-cü ildə Kamal Abdullahın müvafiq əmri ilə Azərbaycan Dillər Universitetində təhsil 2 fakültəsinin ictimai əsaslarla dekan müavini olub. Həmin dövrdə onun təyinatı barəsində yerli mətbuatda xəbərlər tirajlanmışdı. Jalə Eyvazovanın nümunəvi və fəal tələbə olduğu bildirilsə də, onun tələbə olduğu halda dekan müavini təyin edilməsi ictimaiyyətdə bir mənalı qarşılanmamışdı. Azərbaycan Dillər Universitetindən bildirildi ki, Jalə Eyvazova fəal tələbə olduğu və qiymətləri yüksək olduğu üçün 2023-cü ildə ictimai əsaslarla dekan müavini təyin olunmuşdu. Həmin il universiteti bitirəndə ictimai əsaslı vəzifəsindən azad olunmuşdu.